Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam dəyərli izləyicilər, günün aktual xəbərləri ilə qarşınızdayıq. Bakıda avtomobil bazarında qiymətlər yenidən artıb. Ekspertlərin sözlərinə görə bahalaşma həm yeni, həm də ikinci əl maşınlarda hiss olunur. Xüsusilə bəzi məşhur modellərin qiymətində ciddi dəyişiklik qeydə alınıb. Təcili. Lökbatanda baş verən güclü yanğınla bağlı isə yeni detallar ortaya çıxıb. Yanan anbarın kimə məxsus olması barədə daha bir şirkət açıqlama yayıb. Bu arada UET hantavirus təhlükəsi ilə bağlı xəbərdarlıq edib. Mütəxəssislər Azərbaycanda da riskin yüksək ola biləcəyini bildirirlər. İzləmədə qalın. Azərbaycan Qiymətləndiricilər Palatası AQP 2026-cı ilin aprel ayı üzrə avtomobil bazarında qiymət indekslərini açıqlayıb. Palatadan oxu aza bildirilib ki, bahalaşma davam etsə də, əvvəlki aylarla müqayisədə artım tempində zəifləmə müşahidə olunub. Hesabata əsasən, 2025-ci ilin dekabr ayının baza dövrü kimi qəbul edildiyi indeks üzrə ümumi bazar göstəricisi aprel ayında 105.8 bəndə yüksələrək, baza dövrü ilə müqayisədə 5.8%, mart ayı ilə müqayisədə isə 1.3% artıb. Bu isə bazarda yüksəliş trendinin davam etdiyini, lakin qiymət artımının daha sabit mərhələyə keçdiyini göstərir. Palatanın təhlillərinə görə, bazarda əsas hərəkət verici qüvvə yenə də ikinci əl avtomobillər segmenti olub. İkinci əl avtomobillər üzrə indeks aprel ayında 108.2 bənd təşkil edib ki, bu da dekabr ayı ilə müqayisədə 8.2%, mart ayı ilə müqayisədə isə 2.1% artım deməkdir. Yeni avtomobillər segmentində isə artım daha zəif olub. Belə ki, yeni avtomobillər indeksi baza dövrü ilə müqayisədə 3.5%, mart ayı ilə müqayisədə isə 0.8% yüksəlib. Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində yanan anbar Kontakt Homa məxsus imiş. Oxuaz xəbər verir ki, bu barədə mağazalar şəbəkəsi məlumat yayıb. Bugün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib. Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib. Hadisə yerindəki bütün insanlar salamatdılar. Mövcud vəziyyətlə əlaqədar bəzi sifarişlərinizin çatdırılmasında qısa müddətli gecikmələr yaşana bilər. Vəziyyətlə bağlı yeni məlumatlar paylaşılacaq. Səbrinizə və etimadınıza görə minnətdarıq. Məlumatda deyilir. Hazırda Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın davam edir. Yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xüsusi Riskli Xilas Etmə Xidmətləri, Aviasiya Dəstəsi və Bakı Regional Mərkəzinin ümumilikdə 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb edilib. Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsindəki yanğında bir marketə məxsus ambara da zərər dəyib. Oxuaz xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilib ki, bu səbəbdən aktiv sifarişlərin çatdırılmasında gecikmələr və yeni sifarişlərin qəbulunda çətinliklər yaşana bilər. Hazırda hantavirusun yayılma riski aşağıdır. Oxuaza APAya istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatı beynəlxalq səhiyyə qaydaları çərçivəsində bir neçə ölkə ilə birlikdə sürətli cavab tədbirləri üzərində çalışır. Əsas diqqət xəstələrin müalicəsinə, təhlükəsizliyə və virusun daha da yayılmasının qarşısını almağa yönəlib. İnsanlar adətən hantavirusa yoluxmuş gəmiricilərlə təmas nəticəsində, xüsusilə onların sidiyi, nəcisi və ya tüpürcəyi vasitəsilə yoluxurlar. Bəzən çirklənmiş tozun nəfəsə çəkilməsi də infeksiyaya səbəb ola bilər. Nadir hallarda gəmirici dişləmələri də virusu ötürə bilər. Qapalı və ya yaxşı havalandırılmayan yerlərin təmizlənməsi, əkinçilik, meşə təsərrüfatı işləri və ya gəmiricilərin olduğu yerlərdə qalmaq yoluxmaq üçün risk faktoru daşıyır. Bildirilib ki, virusun insandan insana yoluxma halı çox nadirdir və yalnız Amerikada rast gəlinən Andes virusu ilə müşahidə olunub. Belə yoluxmalar baş verdikdə, adətən ailə üzvləri və ya partnyorlar arasında, xüsusilə xəstəliyin erkən mərhələsində uzun müddətli və yaxın təmas zamanı olur. Qonşu və regiondakı digər ölkələrdə hantavirusla bağlı mövcud vəziyyət.
Qeyd edilib ki, üst gəmidə olan vətəndaşlara görə 12 ölkəni məlumatlandırıb. Bura Kanada, Danimarka, Almanya, Niderland, Yeni Zelandiya, Müqəddəs Kits və Nevis, Singapur, İsveç, İsveçrə, Türkiyə, Böyük Britaniya və ABŞ daxildir. Üst həmçinin Cənubi Afrika ilə əlaqəli bir təyyarə reysində olan şəxslərin izlənməsi üçün yardım göstərir. Beynəlxalq təmas üzrə izlənmə davam edir. Sərnişinlər məlumatlandırılıb və onlarda hər hansı simptom yaranarsa, məlumat vermələri istənilib. Üst şübhəli halların test, müalicə və lazım gələrsə izolyasiya vasitəsilə tez müəyyənləşdirilməsi və idarə olunmasının vacibliyini vurğulayıb. Üst həmçinin bu tip virusların idarə olunması sahəsində təcrübəsi olan Argentina ilə sıx əməkdaşlıq edir ki, vəziyyəti daha yaxşı başa düşsün və cavab tədbirlərini gücləndirsin. Bu virusun diaqnozu üçün Azərbaycanda laboratoriya imkanları varmı? O da bildirilib ki, Azərbaycanda həm insan sağlamlığı, həm də heyvan sağlamlığı laboratoriyalarında hantavirusun PCR üsulu ilə yoxlanılması imkanı mövcuddur. Üst həmçinin Andes virusu üçün etibarlı testlərin təmin edilməsi məqsədi ilə Avropa üzrə laboratoriyalarla əməkdaşlıq edir. Lazım gəlsə, nümunələr təsdiqləmə üçün təhlükəsiz şəkildə üstün ixtisaslaşmış referans laboratoriyalarına göndərilə bilər. Üst yaxın zamanda region üzrə test proseslərini dəstəkləmək üçün yenilənmiş laboratoriya təlimatlarını yayımlayacaq. Hantavirusla bağlı qlobal risk. Qeyd edilib ki, üst ümumi qlobal riski aşağı hesab edir. Gəmidə olan insanlar üçünsə risk orta səviyyədə qiymətləndirilir. Hantavirus asanlıqla yayılmır. Virus adətən gəmiricilərdən insanlara keçir və insandan insana yoluxma çox nadir hallarda baş verir. Dünya üzrə hər il minlərlə yoluxma halı qeydə alınır. Lakin bu rəqəm dünya əhalisi ilə müqayisədə böyük sayılmır. Gəmilərdəki vəziyyət riski azaltmaq məqsədi ilə diqqətlə idarə olunur. Hantavirusun müalicəsi. Hazırda hantavirus üçün nə vaksin, nə də xüsusi antiviral müalicə mövcuddur. Müalicə əsasən xəstələrin diqqətlə izlənməsinə və ağciyər, ürək və ya böbrəklərlə bağlı problemlərin müalicəsinə yönəlir. Erkən tibbi yardım almaq nəticələri yaxşılaşdıra bilər. İnsanlar təsdiqlənməmiş müalicə üsullarına güvənməməlidirlər. Çünki bunlar düzgün tibbi yardımın gecikməsinə səbəb ola bilər. Əgər virusa məruz qaldığınızı düşünürsünüzsə, məsləhət almaq üçün yerli səhiyyə qurumuna müraciət edin. Üstün Azərbaycandakı nümayəndəliyindən bildirilib. İnsanlar hansı simptomlar üçün dərhal tibbi yardım almalıdırlar? Məlumatda qeyd edilib ki, simptomlar adətən virusa məruz qaldıqdan sonra 1 ilə 8 həftə arasında başlayır. Yayğın simptomlara qızdırma, yorğunluq, nəfəs alma çətinliyi, tez bir zamanda ağırlaşa bilər, daxildir. Digər mümkün simptomlara isə baş ağrısı, əzələ ağrısı, qarın ağrısı, ürək bulanma və ya qusma faktorları daxildir. Üstün əhaliyə çağırışı. İnsanlar hazırki vəziyyətdə nə etməlidir? İnsanlar gündəlik normal fəaliyyətinə davam etsinlər, ictimai səhiyyə qurumlarının tövsiyələrinə əməl etsinlər və məlumatı etibarlı mənbələrdən alsınlar. Həmçinin şailən məlumata görə Azərbaycanda hantavirus infeksiyasına şübhəli və ya təsdiqlənmiş yoluxma halları qeydə alınmayıb. Nazirlikdən qeyd edilib ki, hantavirus Azərbaycan üçün endemik hesab olunmur və mövcud epidemioloji vəziyyət virusun yayılma riskinin aşağı olduğunu göstərir. Qeyd edək ki, hantavirusa ilk yoluxma simptomları gəmi səyahətində olan Niderlandlı yaşlı bir cütlükdə qeydə alınıb və onlar indiyə kimi həyatını itirən 3 nəfər arasındadır. Buna baxmayaraq, ilkin yoluxmanın harada baş verdiyi hələ də müəyyən edilməyib.